Göydə döyüş oldu. Mikail yəni baş mələk və onun mələkləri əjdaha ilə döyüşdü. Əjdaha və onun mələkləri də onlarla döyüşdü. Amma gücləri çatmadı. Göydə artıq onlara yer qalmadı. O, böyük əjdaha iblis və şeytan deyilən bütün dünyanı aldadan qədim ilan yer üzünə atıldı. Mələklər də onunla birgə atıldı. Mən göydə uca bir səsin belə dediyini eşitdim. İndi Allahımızın xilası gücü, padşahlığı və onun Məsihinin hakimiyyəti həyata keçdi. Çünki bacı qardaşlarımızı Allahımızın deməli önündə gecə-gündüz təsirləndirən ittihamçı kənara atıldı. Onlar, yəni bacı qardaşlar, quzunun qanı və öz şəhadət sözləri vasitəsilə ona qalib gəldilər. Hətta ölümlə üzbəyüz olanda da öz canlarını sevmədilər. Buna görə də ey göylər və orada məskən salanlar bayram edin. Bura qədər dostlar. Ümumiyyətlə, çünki iblis böyük hiddətlə yanınıza endi, yəni bu yer üzünə. Bilir ki, onun az vaxtı qalıb. Dostlar, biz görürük ki, göydə yəni bir döyüş oldu. Müharibə yarandı. Yəni ki, Yahya bunu görür. Sizcə? Bax, bu döyüş nə üçün orada yarandı? Bilirsiniz, müharibələr bu dünyada gah görürsən bir ölkədə, gah görürsən başqa bir ölkədə. Yəni ki, bir neçə ölkədə müharibələr vardır. Biz Suriyada eşidirik, Ukraynada eşidirik. Məsəl üçün, bu müharibələr keçir. Livanda olub. İran da indi təhlükəlidir. Və bir neçə ölkələrdə, məsəl üçün, Afrika ölkələrində də biz görürük ki, müharibələr keçir. Gah görürsən ki, dayanır, gah görürsən ki, yenə alovlanır. Müharibə də elədir ki, minlərlə insanları məhv edir. Elə deyilmi? Ömürləri gedir. Dünya müharibəsi də dəhşətlidir. Birinci Dünya müharibəsi biz eşitmişik ki, deməli 1914-cü ildə olub. İkinci Dünya müharibəsi də ki, bu 41-45, daha doğrusu 39-cu ildən başlayaraq 45-ə qədər Dünya müharibəsi olub və 50 milyona qədər insan qırılıb. 50 milyona qədər insan qırılıb, siz təsəvvür edin. Hələ Sovet xalqı təxminən bir hardasa Sovet xalqı, yəni ki, burada həm ruslardır, özbəklərdir, Azərbaycanlı xalqı, yəni ki, bu bütün bəli 15 ölkədə, yəni ki, Sovet xalqına aid olan 27 milyon adam qırılıb. Bu 41-45 illərin söhbətidir. İndi isə dostlar, elə bir təhlükəli vaxtdır ki, cəmaət də oradan da qorxur. Siyasətçilər də qorxur. Çünki qorxurlar ki, 3-cü Dünya müharibəsi başlanır və 3-cü Dünya müharibəsi elə bir təhlükəli bir müharibədir ki, ola bilər. Yəni ki, nəinki 50 milyon, milyardlarla qırıla bilər. O da olacaq. O da olacaq. 3də biri biz kəlamda oxuyuruq, Vəhiy kitabında deyilir ki, 3də biri qırılacaq. Siz təsəvvür edin, 2 milyarda qədər insan qırılacaq, sonra yenə də 3də biri biz oxuyuruq, 9-cu fəsildə qırılacaq və nəhayət burada yox, göylərdə döyüş olacaq. Ən dəhşətli müharibə, ən dəhşətli döyüş görünməz bir döyüşdür. Görünməz bir savaşdır, döyüşdür, dostlar. Bu döyüşdə deməli, yazılıb ki, Mikail, yəni ki, baş mələk, Rəbb Allahın baş mələyi Mikail və onun mələkləri əjdaha ilə döyüşdü. Niyə? Sizcə, bu döyüşün səbəbkarı kim olub? İblis. İblis olub. Niyə? Çünki o istəmir
istəmirdilər. O bizim ərəb kimlərin gözünə. Baxın yazılıb ki, əjdaha və onun mələkləri də onlarla, yəni mələklərlə, Mikail və onun mələkləri ilə döyüşdü. Amma gücləri çatmadı. Onlar, siz təsəvvür edin, iblisin də öz mələkləri var. Həmən o mələklər murdar ruhlardır, cinlərdir. Onlar toplaşaraq, bir deyil, iki deyil, 1000 deyil, 100.000 deyil, çoxdur. Çoxdur. Siz təsəvvür edin, onlar nə vaxtsa göyləri tərk edib, Allahın səltənətini tərk edib, tərk edərək deyəndə ki, Rəbb Allah onları qovubdur. Çünki onlar günah işlədir. İblis günah işlədərək öz tərəfinə 1/3 mələklər də öz tərəfinə deməli çəkib. Və elə bil ki, göylərdə nə vaxtsa çevriliş olub. Daha doğrusu çevriliş etmək istəyib, yəni ki, özü Allah olmaq istəyib. Allah atılıb, qovulub, səltənətdən qovulub və nəhayət baxın, burada deyilir ki, nə vaxtsa, yəni bu gələcəkdə, bu yaxın gələcəkdə bu döyüş, bu müharibə, yəni göylərdə olacaq. Səbəbi nədir? Sizcə, dostlar, buyurun. Çətin bir sualdır, elə deyilmi? Kitabın sözləri yerinə yetsin. Kitabın sözləri yerinə yetsin deyə olmalıdır. O heç öz yerində. Amma hər bir müharibənin səbəbi var ya yox. Torpaq məsələsi. Bu dünyada torpaq məsələsi. Bəs orada? Orada da səltənət var. Orada bilirsiniz nə? Şeytan bizi səltənət olduğundan. O hamıya deyəcək ki, mən heç satir, mən Allaham. Amma Artıq qovulub. qovulubsa da Bəli. dünyanı yenə Çoxdan qovulub. İndi bəs səbəbi nədir? Birincisi, Əbədi həyatdan azad olmaq. qulaq asın. Birincisi, cəmiyyət götürülüb, yəni bax bu imanlar götürüləcək, göylərə aparılacaq. Göylərə aparılan zaman ona da maneçilik etmək lazımdır. Bu bir. İkincisi, bir danışdım, 12 keçən səfərdə danışdım, 12-ci fəsildə baxın nə deyilir. Deyilir ki, 5-ci ayədən oxuyuruq. Qadın bir oğlan uşağı doğdu ki, dəmir əsa ilə bunu bütün millətlərə ağalıq edəcək. Bu uşaq Allahın və onun taxtının yanına qapılıb götürüldü. Deməli, bu uşaq dünyaya gələndə, başqa sözlərlə, həmən o bu 144.000 nəfər imana gələn kimi iblis onları da məhv etmək istədi. Amma Rəbb Allah qoymadı. Onlar qapılıb və göylərə qaldırılan zaman iblis də bunu görür. İblis, həmən o zaman döyüş yarandı. Yəni ki, mən onlara qarşı duracam. Qoymayacam ki, onlar da göyə qapılsın. Qoymayacam ki, onlar göyə götürülsün. Siz təsəvvür edin, bax, burada həmən o zaman, o uşaq, belə deyək, həmən o 144.000 nəfər götürülən zaman, iblis bütün öz qullarını, öz mələklərini yığaraq, bu görünməz bir döyüşdür. Bunu biz burada görmürük. Bunu, yəni ki, Vəhiy kitabını biz oxuyuruq. Bunu Yahya görə həmən o zaman iblis bütün öz gücünü götürərək öz gücü ilə o baş mələyin, yəni ki Mikailə qarşı və onun mələklərinə qarşı durur ki, qoymasın ki, maneçilik edir. Qoymasın ki, belə bir iş olsun. Deməli, iblis yer üzündə əgər onları məhv edə bilmədisə, qaldırılan zaman onları orada məhv etmək istədi. Amma yenə də alınmadı. Və yazılıb ki, deməli, gücləri çatmadı və göydə artıq onlara yer qalmadı. Oradan da atıldı. Oradan atıldı, dostlar. Artıq daha gücü çatmadı ki, yəni ki, bu birinci dəfə deyil. Birinci dəfə Rəbb Allaha qarşı durdu. Orada yəni ki, bir çevriliş etmək istəyib. Alınmadı.
alınmayanda yer üzünə atılır. Burada da Rəbb Allah insanı yaradır. Həmən insanı öz surətində yaradır. Öz surətində yaradaraq iblis bunu görür, niyə edir? Mən o surəti məhv edəcəyəm. Əgər sənə qarşı dura bilməmişəmsə, insana qarşı duracağam. O insanı deməli yoldan çıxardır. Yəni Adəmi insanı yoldan çıxardır. İnsan günaha batır. Rəbb Allah da nə edir? Öz oğlunu göndərir ki, insanı dərhal xilas etsin. İnsanın yerini tutsun. İnsanın yerini tutdu ki, yenə də o surəti, yəni ki, öz surətini insana qaytarsın. Çünki o Allahın surəti insanda ləğv olunmuşdu. İndi isə yenə də qaytarmaq lazımdır. Necə? Hər kəs ona iman edən Allahın surətini daşıyır. Hər kəs ona iman edən. İndi isə yenə də göydə döyüş olur və döyüş olaraq dostlar gücü çatmadı. Yazılıb ki, onlara deməli o mələklərə gücləri çatmadı və göydə artıq onlara yer qalmadı. Böyük əjdaha iblis və şeytan deyilən bütün dünyanı aldadan qədim ilan yer üzünə atıldı. İndi baxın, həmən o əjdaha burada həm iblis adlanır, həm də şeytan adlanır. İblis nə deməkdir, şeytan nə deməkdir? Buyurun. Deyirik də biz də deyək. Şeytandır. Sadəcə olaraq Adı adlandırılır. boş şeytandır. Günahdan Amma sonra adı dəyişir. şeytan ötesinin Əvvəl iblis evlatları. yanar oddan yaranmışdı Sonra da. şeytan İblis onda mələk kimi idi. Amma sonra o yol ona qovuldu, onun adı oldu şeytan. O məlumatı sən hardan götürdün? Bir də keçib dərsdə elə burada. Orada yazılmayıb belə. Oradan götürülmür. Yəni o əvvəllər mələk kimi idi. Adı götürüləndən sonra iblis O indi də mələkdir. oldu şeytan. İndi də mələkdir, amma Adı şeytandır. Şeytandır. Adı dəyişdi, oldu şeytan. bəli. Belə. Yaxşı, şeytan nə deməkdir? Şeytan ən mundar, həyatda fəsad törədən, insanları aldadan, yoldan çıxardan, ən Bir dəqiqə. Hələ insan yaranmamışdı, ona ad verilmişdir. ad verilmişdi, o da iblis idi adı. Ya şeytan insanları günaha batıran, sonra isə günahlarına görə təsirləndirilən səmavi ittihamçı. İttihamçı deməkdir. Allaha zidd çıxan şər varlıq. Anladınız? Yəni bu mənası nədir? İttihamçı deməkdir. Böhtəm atır. Bilirdim, biz yadında qalmadı. İttihamçıdır. Belə. O bir tərəfdən də düşmən deməkdir. Düşmən deməkdir dostlar. Yəni ki, biləsiniz. Burada da deyilir ki, həmən o əjdaha, bir əjdaha kimi açılır da, həmən o əjdaha iblis və şeytan deyilən şəxsdir. Həmən o mələk artıq iblis və şeytan deyilən bir şəxsdir. Və qədim bir ilandır. Yəni insana ilan şəklində yadınızdadırsa, Həvvaya ilan şəklində göründü və onu yoldan çıxartdı. Belə. Dostlar, və Yahya deyir ki, mən göydə uca bir səsin belə dediyini eşitdim. İndi Allahımızın xilası, gücü, padşahlığı və onun Məsihinin hakimiyyəti həyata keçdi artıq. Belə. O ki, ona qalib gəldilər, artıq necə ki yazılıb ki, Məsihin hakimiyyəti həyata keçdi. Və həmən o, baxın, ittihamçı, iblis, gecə gündüz bütün bacıları, qardaşları nə edirdi? Təqsirləndirirdi. Bilirsiniz necə? Mən imanlı olaraq, siz təsəvvür edin, ya sən, əziz qardaş, ya bir bacımız, özümüzü düz aparmasaq, olur da, o saat, o bir prokuror kimi, ittihamçı kimi, o saat məni təqsirləndirir. Bu da sənin bəndən. Sən ki, İsa, özünü qurban verdin, qanın töküldü, sən onu bağışladın, sən onu xilas etdin, bax gör nə edir. Bir onun həyatına bax nə edir, nə iş görür. Elə də imanlı olarmı? Bizi təqsirləndirir. Düz təqsirləndirir ya yox? Əlbəttə ki, düz təqsirləndirir. Amma əgər günahlarımızı etiraf etsək yazılıbdır.
təqdis həyat ilə yaşasaq, Rəbb Allah bizi bağışlayır. Dostlar, doğrudan da bağışlayır. Yahyanın məktubunda deyilir ki, əgər doğrudan da öz günahlarımızı etiraf etsək, peşman olsaq, o, yəni Rəbbimiz, sadiq olan Rəbbimiz bizi hər günahdan, hər bir qanunsuzluqdan təmizləyər. Haqsızlıqdan təmizləyər. Belə. İndi isə gəlin 13-cü ayədən oxuyaq, sonra nə yazılıb? 13-cü ayədən baxın deyilir ki, deməli artıq onun vaxtı çox az qalıb. Yerə atılanda dostlar ona yalnız 42 ay müddət verilir. Kəlanda elə deyilir. 42 ay ya da ki 42 ay deməli 1260 gün deməkdir, ya da 3 il yarım deməkdir. Belə. Burada tez-tez bu rəqəmləri oxuyacaq, ya ümumiyyətlə belə bir sözləri işlədəcək. Əjdaha yer üzünə atıldığı görəndə oğlan uşağı doğan qadının ardınca düşdü. Artıq baxın maraqlısı nədir? Oğlan götürülüb, qadın isə qalıb. Yəni başqası İsrail xalqı isə əzizlərim, bu Rəbb Allahın seçilmiş xalqıdır. Amma bu xalq Allahdan dönüb vaxtilə dikbaş olub. Rəbb İsa'nı qəbul etməyib, Rəbb İsa'nı çarmıxa çəkib. Düzdür. Onlar elə bil müvəqqəti elə bil ki, kənara atılıb. Amma yenə də vaxt gələndə, həmən o böyük əziyyət günlərində həmən o xalqı, burada yazıb qadını, onu xilas etmək lazımdır. Yadınızdadırsa, İsa Məsih belə bir məsəl işlədib. Deyir ki, deməli, hansı bir insanın bir quzusu içsə belə, yadınızdadırsa, deməli, 99'unu neyniyər? Onun 100 quzusu var da, belə deyək. 99'unu saxlayaraq, gedib o bir quzu harada ki itib, ya uçuruma düşübsə, onu axtarıb tapmalıdır. Elə deyilmi? Onu da qaytarmalıdır. 99'u elə bil ki, bax, bu cəmiyyətdir. Onun cəmiyyətidir. Cəmiyyəti artıq yığıb toplayacaq öz məkanına. Amma o itmiş quzunu isə axtarıb tapmalıdır. Həmən o itmiş quzu isə, əzizlərim, bu İsrail xalqıdır. Bir də bu itmiş oğul məsələsi. Deməli, kiçik oğul bu dünyadır. Yəni ki, öz atasının evini tərk etmişdir. Sonra qayıdıb, peşman olub qayıdıb, günahlarını etiraf edir. Ata onu qəbul edir. Bəs böyük oğlardaydı. Yadınızda deyilmi? Harada? Çöldə. Evdə deyildi ki, çöldə idi. Çöldə idi. Çöldən qayıdaraq bir şənlik səsini eşitdi. Bu nə olan şeydir? Ona da deyirlər ki, qardaşın qayıdıb. Qardaşın qayıdıb deyir. Buna görə də deməli, hamı sevinir də bir şənlik səsini eşidirsən. Acıqlandı. Necə yəni? Heç onu qardaş da sahib. Atası da bunu görəndə deyir ki, xeyr olar, içəri girmirsən, evə girmirsən. Deyir, o sənin oğlun, demir, qardaşım, o sənin oğlun itib harada qalmışdı, bilmirəm, neyinirdi, sən indi onu qəbul etmirsən. Mən isə deyir, ömür boyu sənə xidmət etmişəm, sən mənə heç bir təkə, bir çəpişdə kəsib bir qonaqlıq etməmisən, deyir. Əzizlərim, həmən o böyük oğul da ki, İsrail xalqının obrazıdır. Yəni, iki oğuldur. Biri bu yadilli bir xalqlardır. Kim ona iman edibsə evinə qayıdır. O birisi isə elə bil ki, həmişə ata ilə bir yerdədir, amma içəri girmir. İndi ata yenə də evdən çıxaraq onu indi dəvət edir, böyük oğlunu dəvət edir. Eləcə də bax burada. İndi burada da deyilir ki, qadın isə qalıb. Qadın qalıb. Qadın qalaraq, baxın nə olur burada. Əjdaha da neyinir?
Əjdaha da görəndə ki, oğlan uşağı doğan qadının deməli həmin o qadını görən kimi onun ardınca düşdü ki, onu məhv etsin. Onu məhv etsin, amma qadına böyük qartalın 2 qanadı verildi ki, çölə, öz yerinə uçsun və orada ilandan, yəni həmin o əjdahadan, iblisdən kənarda bir vaxtlar və yarım vaxt. Bu 3 il yarım, 42 ay ya da 1260 gün deməkdir. Həmin o deməli bir də təkrar edirəm, bir vaxtlar və yarım vaxt ərzində bəslənsin. İlan qadının ardınca ağzından sel kimi su püskürtdü. Deməli püskürtdü ki, onu aparsın. Burada da bu rəmzi şəklində deyilir. Yəni ki, artıq yer üzündə olaraq onun adamları da burada var da. Həmin o iblisin adamları, iblisin ordusu da olacaq. Bu haqda biz yenə də oxuyacaq, 16-cı fəsildə də deyilir. Həmin onun ordusu, deməli, İsrail xalqını məhv etmək istəyəcək. Amma Rəbb onu yenə də xilas edəcək. Necə ki, Musa Peyğəmbərin dövründə, dostlar, Rəbb Musanı Misrə göndərir ki, Firondan öz xalqını qutarsın. Amma Firon onu deməli məhv etmək istəyib. Yadınızdadırsa, deməli səhrəyə çıxaraq dənizdən keçməli idi. O dənizin adı nə idi? Qırmızı dəniz, bəli. İndi də var da, indi qırmızı dənizdir. Həmin o qırmızı dənizdən keçirdir və baxın Firon nə edir? Firon öz ordusunu göndərir ki, deməli İsrail xalqını məhv etsin. Ya da qaytarsın, belə deyək də. Ümumiyyətlə. Amma onlar hamısı məhv olur. Eləcə də burada görürük ki, dostlar, doğrudan da həmin qadını, yəni İsrail xalqını məhv etmək istəyəcək. Amma Rəbb yenə də qoruyacaq. Və 3 il yarım səhrada, yəni artıq Yerusəlimdə yox, artıq öz ölkəsini tərk edəcək. Oradan qaçıb səhrada gizli qalacaq. Onu da gizli saxlayacaq. Və o vaxtlar da çox qısa bir vaxtlar olacaq. Çünki o vaxtlarda Rəbb Allah özü qısaldı. Matanın biz 24-cü fəsildə oxuyuruq. Əgər o vaxtlar qısalmasaydı, əjdaha nəinki deyək, İsrail xalqını, bütün dünyanı tam məhv edəcək. Yəni edəcəkdir. Və Vəhiy kitabının əsasında biz oxuyaraq bilirsiniz maraqlısı nədir? Dünyanın 85% tam qırılacaq. 85% yox olacaq. İsrail xalqının da bir hissəsi yox olacaq. Zəkariyanın kitabında oxumusunuzsa, orada da deyilir ki, onun xalqı da qırılacaq. Dostlar, baxın belə. Rəbb də onu qoruyacaq. Gələn səfər Allah qoysa biz 13-cü fəsildən oxuyacaq və 13-cü fəsildə bizə iblisin adamı açılır və yəni ki, həm iblisin adamı açılacaq orada, Məsihin əleyhdarı, yəni ki, onu bir Məsih kimi qəbul edəcəklər və o bir şəxs də, yəni bir hökmdar da burada açılacaq. Bu haqda biz gələn səfər Allah qoysa danışacağıq.